Prognoz TV kanalına hoş gelmişsiniz. Salam, hər vaxtınız xeyir olsun. Bugün fevral ayının 5-i 2026-cı ilə aid olan bürc proqnozlarını təqdim edirik. Qoç gün uğurlu olacaq və çoxlu sevinc gətirəcək. Səhər ən çətin və dolaşıq işlərin öhdəsindən gələ bilərsiniz, xarici tərəfdaşlarla əlaqələr qurmaq üçün əlverişli zamandır. Əksər qoçlar işdə faydalı olacaq, faydalı bacarıqları öyrənə biləcəklər. Güc və enerji artımı istənilən sürprizin öhdəsindən gəlməyə imkan verəcək. Rəhbərliyiniz qarşısında əlverişli reputasiya yarada və karyera yüksəlişi şanslarınızı artıra biləcəksiniz. Liderlik keyfiyyətləriniz diqqətdən kənarda qalmayacaq və nüfuzunuzda yaxşı əks olunacaq. Şəxsi münasibətlərdə də müsbət dəyişikliklər gözlənilir. Yaxınlarınızla anlaşma asanlaşacaq, səmimi söhbətlər ruhunuzu rahatladacaq. Maddi məsələlərdə tələsməsəniz doğru qərarlar verəcəksiniz. Günün ikinci yarısı istirahət və özünüzə vaxt ayırmaq üçün uyğundur. Daxili balansınızı qorumaqla həm fiziki, həm də emosional olaraq daha güclü hiss edəcəksiniz. Şans sizdən yanadır, bundan ağılla istifadə edin. Boğa, ehtiyatlı və tədbirli olsanız, gün kifayət qədər uğurlu olacaq. Dürüstlüyünüz və düzlüyünüz hər kəsin zövqünə uyğun olmaya bilər, lakin rəhbərliyiniz tərəfindən mütləq qiymətləndiriləcəkdir. Bir çox boğanın karyera nərdivanını sürətlə yüksəltmək imkanı olacaq. Uzun müddət heç kimin cəsarət etmədiyi məsələləri həll etmək mümkün olacaq. Günün ikinci yarısı ciddi məsələlər üçün çox münasib deyil. Axşamı sakit atmosferdə yaxın insanların əhatəsində keçirmək daha yaxşıdır. Mübahisəli mövzuları müzakirə etməməli, xoş bir şey haqqında danışmalısınız. Maliyyə məsələlərində diqqətli yanaşma öz bəhrəsini verəcək, xırda, amma xoş qazanc mümkündür. Daxili səsinizə qulaq asmaq faydalı olacaq, tələsik qərarlardan qaçın. Sağlamlığınıza da biraz diqqət ayırın, istirahət və yüngül gəzinti enerjinizi bərpa edəcək. Səbirli olsanız, bugün atılan addımlar yaxın gələcəkdə sabitlik və rahatlıq gətirəcək. Əkizlər, səhər o qədər də görünməsə də gün yaxşı keçəcək. Əvvəlcə ailə problemlərinin həllinə diqqət yetirməli olacaqsınız ki, bu da sizi başqa işlərdən yayındıracaq və planlarınızı tez bir zamanda yenidən qurmağa məcbur edəcək. Bir çox əkizlər biraz əsəbi və digər insanların zəif cəhətlərinə qarşı dözümsüz olacaqlar. Bununla belə istəsəniz, emosiyalarınızın öhdəsindən gələ və müsbət ruh halına düşə bilərsiniz. Günün ikinci yarısı çoxlu yaxşı fürsətlər gətirəcək, onlardan uğurla yararlanacaqsınız. Maliyyə və karyera yüksəlişi, bütün işlərdə uğurlar və yaxınlarınızdan xoş sürprizlər gözlənilir. Axşam saatlarında ünsiyyət xüsusilə faydalı olacaq, doğru söz və vaxtında verilən qərar münasibətləri möhkəmləndirəcək. Yeni tanışlıqlar gələcək üçün perspektivli ola bilər. Yaradıcılıq və ideyalar artacaq, onları qeyd etməyi unutmayın. Günün sonunda özünüzlə qürur duyacaqsınız, çünki çətinliklərə baxmayaraq balansı qoruyub saxlaya biləcəksiniz. Xərçəng, ziddiyyətli gündür. Səhər özünüzün öhdəsindən gəlməkdə çətinlik çəkəcəksiniz. Xırda şeylər üzərində dayanmaq meyli diqqətinizi vacib olana yönəltməyə mane olacaq. Bu mürəkkəb problemləri həll etmək üçün ən yaxşı vaxt deyil. Əksər xərçənglər bu anda təkbaşına vacib qərarlar qəbul etməməlidirlər. Günün ortası yeni bir şey öyrənmək üçün yaxşı vaxt olacaq. Əvvəllər heç rastlaşmadığınız şeyləri belə tez başa düşə biləcəksiniz. Axşam münasibətləri möhkəmləndirmək üçün əlverişlidir, işgüzar, mehriban və ya romantik. Daxili hisslərinizə qarşı diqqətli olun, lakin onlara tam tabe olmaqdan çəkinin. Günün sonunda sakitlik və harmoniya hissi tədricən bərpa olunacaq. Yaxınlarınızın dəstəyi özünüzə inamınızı artıracaq. İntuisiyanız axşam saatlarında xüsusilə güclü olacaq və doğru addımı seçməyə kömək edəcək. Özünüzə qarşı anlayışlı olsanız, bugün dəyərli təcrübə qazandıracaq. Şir, uğurlu və məhsuldar gündür. Yaxşı əhval-ruhiyyə və enerji artımı səhərdən sizi müşayiət edəcək. Bir-birinizi başa düşməkdə çətinlik çəkdiyiniz insanlarla belə ortaq dil tapa biləcəksiniz. Ciddi biznes məsələlərini həll etmək və bununla da rəhbərliyin gözündə əlverişli reputasiya yaratmaq imkanı yaranacaq. Bəzi şirlər nüfuzlu himayədarlar əldə edəcəklər. Günün ikinci yarısı diqqətli və vasvası işlər üçün münasibdir.
Heç bir detal diqqətinizdən yayınmayacaq. Ən kiçik səhvə yol verməyəcəksiniz və gələcək uğurunuz üçün möhkəm zəmin yaradacaqsınız. Axşam saatlarında şəxsi həyat ön plana çıxa bilər, səmimi söhbətlər və xoş anlar sizi ruhlandıracaq. Yaradıcılıq potensialınız artacaq, yeni ideyalar gözlənilməz nəticələr verə bilər. Fiziki aktivlik və ya sevdiyiniz məşğuliyyət enerjinizi düzgün istiqamətə yönəldəcək. Bugün atdığınız addımlar həm peşəkar, həm də şəxsi sahədə uzunmüddətli müsbət təsir göstərəcək. Qız, işləri təxirə salmasanız çox şeyə nail olacaqsınız. Səhər saatlarında həmişəkindən daha tez hədəflərinizə çata biləcəksiniz. Bir çox qız bürcü qeyri-adi dərəcədə cazibədar olacaq ki, bu da onlara başqalarına qalib gəlməyə və onları əməkdaşlığa inandırmağa imkan verəcək. Bəsirətiniz artacaq, buna görə də başqa insanların motivlərini və gözləntilərini çətinlik çəkmədən başa düşə biləcəksiniz. Danışıqlar və yeni əlaqələr qurmaq üçün əla vaxtdır. Yorğunluq axşama doğru yığılacaq. Əsassız narahatlıq və narahatlıqlara meyilli olacaqsınız. Yaxın insanlar və etibarlı dostlar sizə emosiyaların öhdəsindən gəlməyə və müsbət ruh halına gəlməyə kömək edəcəklər. Axşam saatlarında özünüzə biraz istirahət vermək vacibdir, əks halda həddən artıq yüklənə bilərsiniz. Sevdiyiniz məşğuliyyət və ya sakit söhbət daxili tarazlığı bərpa edəcək. Sağlamlığınıza diqqət yetirin, yuxu rejimini pozmayın. Bugün əldə etdiyiniz nəticələr gələcək planlar üçün möhkəm əsas yaradacaq və özünüzə inamınızı artıracaq. Tərəzi, ünsiyyət və mühüm iş problemlərinin həlli üçün gözəl gündür. Siz optimist və mehriban olacaqsınız, ətrafınızda əlverişli emosional atmosfer yarada biləcəksiniz. Qarşınızda əlverişli perspektivlər açılacaq, bunları vaxtında fərq etmək və qaçırmamaq vacibdir. Qırılan əlaqələri bərpa etmək və mövcud əlaqələri gücləndirmək yaxşı olacaq. Axşam yaxınlaşdıqca emosiyaların öhdəsindən gəlmək çətinləşə bilər. Məsələnin maraqları haqqında deyil, öz daxili təcrübələriniz haqqında düşünməyə daha çox meyilli olacaqsınız. Odur ki, indiki vaxtda heç bir ciddi qərarlar qəbul etməməli və uzağa gedən nəticələr çıxarmamalısınız. Axşam saatlarında sakitlik və balans tapmaq üçün özünüzə vaxt ayırın. Musiqi, gəzinti və ya yüngül meditasiya daxili gərginliyi azaldacaq. Yaxın insanlarla səmimi, amma mübahisəsiz ünsiyyət ruh halınızı yaxşılaşdıracaq. Bugünün əsas dərsi tarazlığı qorumaqdır. Həm işdə, həm də hisslərdə ölçülü olsanız, gün ümumilikdə müsbət xatirələrlə yadda qalacaq. Əqrəb, gün vaxt itirməyənlərə çoxlu yaxşı fürsətlər gətirəcək. Səhər saatlarında əqrəblərin əksəriyyəti qeyri-adi dərəcədə diqqətli və natiq olacaqlar ki, bu da onlara müxtəlif insanlarla asanlıqla ümumi dil tapmağa imkan verəcək. Pis niyyətli insanlarla münasibətləri yaxşılaşdırmaq, yeni sponsorlar və himayədarlar əldə etmək şansı olacaq. Güman ki, günün ortasında qısa müddətli impulsivlik anı ola bilər, lakin siz öz emosiyalarınızı tez cilovlayacaqsınız. Qərar vermək üçün vaxt ayırın, o zaman səhvlərdən və çətinliklərdən qaça biləcəksiniz. Axşam saatları daxili tarazlığı bərpa etmək üçün uyğundur. Tək qalmaq və ya sizi anlayan insanlarla ünsiyyət faydalı olacaq. İntuisiyanız güclənəcək, lakin hər hissi dərhal hərəkətə çevirməyin. Gün ərzində atılan düzgün addımlar gələcəkdə mövqelərinizi möhkəmləndirəcək və özünüzə inamınızı artıracaq. Səbir və soyuqqanlılıq bugünün əsas açarıdır. Oxatan, hər şey rəvan getməyəcək, amma istəsəniz, hər şeyin öhdəsindən gələ bilərsiniz. Günün ilk yarısında oxatanların çoxu məhsuldar əhval-ruhiyyəyə girməkdə çətinlik çəkəcək. Biznesdə kiçik gecikmələr və xoşagəlməz təsadüflər ehtimal olunur. Həmkarlar və tərəfdaşlar sizi ruhdan sala bilər. Bununla belə, heç bir ciddi problem gözləməməlisiniz və mövcud çətinlikləri kifayət qədər tez həll edəcəksiniz. Günün ikinci yarısı yeni başlanğıclar üçün əlverişlidir. İdeya və təklifləriniz ətrafınızdakılar tərəfindən hərarətlə qarşılanacaq. Etibarlı və sadiq müttəfiqlər planlarınızı həyata keçirməyə kömək edəcək. Axşam saatlarında özünüzü daha sərbəst və rahat hiss edəcəksiniz. Gələcəklə bağlı planlar qurmaq üçün yaxşı vaxtdır, lakin detalları tələsmədən düşünün. Kiçik bir uğur belə motivasiyanızı xeyli artıracaq. Aktiv istirahət və ya qısa səyahət fikrinizi dağıdıb enerjinizi bərpa edə bilər. Bugün səbirli olsanız, nəticələr sizi sevindirəcək. Oğlaq, qeyri-müəyyən bir gündür.
Çox şeyə nail olmaq olar, amma bunun üçün çox səy lazımdır. İşləri çox uzun müddətə təxirə salmayın. Səhər xüsusilə məhsuldar olacaq, ona görə də bu vaxtdan ağıllı istifadə edin. Əksər oğlaqlar qeyri-adi dərəcədə dərrakəli olacaqlar, ona görə də ətrafdakıları bir baxışda anlayacaqlar. Bu həm işgüzar məsələlərə, həm də şəxsi münasibətlərə müsbət təsir edəcək. Axşam yaxınlaşdıqca ətrafınızda dinc atmosferi saxlamaq çətinləşəcək. Mübahisələr, fikir ayrılıqları və fikirlər toqquşması ehtimalı var, bu zaman vacib qərarlar qəbul etməməli və tələsik vədlər verməməlisiniz. Axşam yaxınlaşdıqca ətrafınızda dinc atmosferi saxlamaq çətinləşəcək. Mübahisələr, fikir ayrılıqları və fikirlər toqquşması ehtimalı var, bu zaman vacib qərarlar qəbul etməməli və tələsik vədlər verməməlisiniz. Dolça sizi məhsuldar gün gözləyir. Səhər siz güc və enerji artımı hiss edəcəksiniz, buna görə də çox səy göstərmədən istənilən çətinliyin öhdəsindən gələcəksiniz. Bir çox dolçalar çoxdan tələb olunan həlləri olan məsələləri həll edə biləcəklər. Rəhbərlikdə yaxşı reputasiya yaratmaq və karyera baxımından perspektivli təklif almaq imkanı yaranacaq. Başqaları ilə münasibətlərdə tam harmoniya və qarşılıqlı anlaşma olacaq. Günün ikinci yarısı bir qədər çətin olacaq. Bununla belə, insan zəif cəhətlərinə optimist münasibət və dözümlülük çətinliklərdən və mübahisələrdən qaçmağa imkan verəcəkdir. Axşam saatlarında özünüzü biraz yormuş hiss edə bilərsiniz, ona görə də istirahəti laqeyd yanaşmayın. Sevdiyiniz fəaliyyət və ya sakit ünsiyyət daxili balansı bərpa edəcək. Günü yekunlaşdırarkən əldə etdiyiniz nailiyyətləri dəyərləndirin, bu motivasiyanızı artıracaq. Səbir və müsbət yanaşma sayəsində gün ümumilikdə uğurlu və faydalı keçəcək. Balıq, sizi gərgin gün gözləyir. Səhər ən aktual məsələləri həll etməyə dəyər, onlar çox vaxt çəkməyəcək və iş əhval-ruhiyyəsinə girməyə kömək edəcək, faydalı insanlarla əlaqələr qurmaq, onlarla qarşılıqlı faydalı şərtlərlə danışıqlar aparmaq əla olar. Bəzi balıqlar çoxdankı arzularını gerçəkləşdirməyin yolunu tapacaqlar. Gələcəkdə sizə çox faydalı olacaq qeyri-adi insanlarla tanış olma ehtimalınız var. Axşam yaxınlaşdıqca emosiyaların öhdəsindən gəlmək çətinləşə bilər. Ailə üzvləri ilə xırda fikir ayrılıqları mümkündür, amma istəsəniz, kobud kənarları asanlıqla düzəldə və hər şeyi sıralaya bilərsiniz. Axşam saatlarında sakit və anlayışlı olmağa çalışın, tələskən reaksiyalar gərginliyi artıracaq. Özünüzə və yaxınlarınıza vaxt ayırmaq, yüngül istirahət və ya sevdiyiniz məşğuliyyətlə məşğul olmaq faydalı olacaq. Günün sonunda əldə etdiyiniz nəticələri dəyərləndirin və kiçik uğurlarınızı qeyd edin. Bu, ruh halınızı yaxşılaşdıracaq və gələcək addımlar üçün motivasiya yaradacaq.